dövlətimizin, hansı ki, Sovet Sosialist Respublikalar İttifaqının daxilində olaraq qalibiyyətidir. Mayın 9-u hamımızın bayramıdır. Çünki hamımızın ailəsindən kimsə o müharibədə iştirak edib, indi kimlərsə sağ qalıb, kimlərsə rəhmətə gedib. Çünki neçə illər keçir üstündən. Artıq o günləri 103 yaşında veteran danışdı. Yəni, hamı 103 yaşınacan yaşamırlar, bu ayrı məsələdir. Onlar tək-tük qalırlar, o veteranlar. Amma hər halda hamımızın bayramıdır. Və sevimimizin valideynləri, qızları adından oğlanlarımıza hədiyyələr var. Mən sizi təbrik edirəm. Bir vətən oğulları kimi sizinlə bilirəm ki, gələcəkdə mənim uşaqlarım həmişə qəhrəman olaraq böyüyəcəklər. Düzdürmü? Gəlin başlayaq təbrikə. Kimdən başlayaq? Ömərdən. Gəl Ömər. Fərqi yoxdur ki. Ömər, təbrik edirəm. Düzdür, qızların adındandır, qızlara sağ ol deyim. Sağ olun qızlar. Gəl qal. Təbrik edirəm. Umarım olsun, böyüyəsən. Hamınız aiddir. Sağ ol. Sonra Özcan, gəl. Təbrik edirəm səni. Al. Sonra gəl. Mirzəzadə Ayxan. Mənim almam. Təbrik edirəm. Yavər. Təbrik edirəm səni. Al. Gəl Ayaz. Təbrik edirəm. Sən də sağ ol, qızlara sağ ol. Yeganə adam ki, məndir. Gəl əli. Təbrik edirəm. Ay, yaxşı da belə də. Qulağımdan öpürüm səni. Gəl oğul. Təbrik edirəm. Sağ ol, gəl Həsən. Gəl, tələsən oğul. Təbrik edirəm. Siz sağ olun qızlar, çox sağ olun, valideynləriniz sağ olsunlar ki, oğlanlarımızı belə